Boş yaxşı adamdır ki, elə yenə onlar onu oynayır. Mən şəxsən oynamaram. Qur'an and olsun. Pis sözlər deyə adamla dalaşardı, amma o yayında elə sözlər işlətmək olmaz. Üzlənirəqdən belə deyirlər, amma o seydi ki oynayır, mən oynamaram. Araq atmıram, düz demirəm. Az zarasan, marasan, nə zivilsən, bura bax az. Düz demirəm. Saat desələr xoşuna gələr elə şey. Heç kimə üzdən iraq deməyə, onun üzdən iraqlığını görürlər ki, elə söz deyirlər. Danışanda deyirlər ki, araq atırsan. Araq atma, mənim nə veşmək oynasın da. Deyirəm, yəni mənə o söz desələr, mən heç oynamaqlı salam da vermərəm heç kimsə, heç birisinə. Olmaz. Burada PK yoldaşıdırlar. Dalaşa da bilərlər ki, efirə minlərlə adam baxır. Gərək hamısı bir-birinə hörmət eləyə, başa düşsən. Ruhulaman deyir ki, şeydir, çata baxır, girib güya görmür, deyir, mən mən falsız adam, yoxsa oturub bütün gün cəmaatın canlısını güdürəm, ağları üzərinə gedib. Ağları üzərinə gedib. Yox, danışını deyirlər ki, şeydir, danışdı, mən Quran haqqı araq atmam, mənim nəzimə oynayıb pul qazanırlar da. İnsanlıq nədir? Bir gün bax, Sako canını aşmadı, heç kimi də zəngilədilər, götürmədi heç kimin zəngini. Nə bilim, bir dəfə o qız nədir, saadət olmadı, olmayanda olmur da, orada nə var ki, artıq əski söz danışmaq lazım deyil. Hamının işi çıxa bilər. Özdə biz axşam gəlib çıxmışıq bura. Yorğun arğın durub burada PK eləyəcəyik. Oturub çöldə kebab pişirdik. İndi görmüşəm kaydı. Deyirəm də, babuş yaxşı adam. Mən olsam mən oynamaram. Mən biraz şey adamam. O kinli adam deyil, mən kinli adamam. Mənim adım niyə çəkirsiniz ay qardaş? Mənim adım niyə çəkirsiniz ki, görür, özü də deyir ki, mən əminliklə danışır, görür, deyir, özü hörmətsizlik edir, cəmatı mənim üstümə qaldırır. Mən desəm, başqa mənim cırarlar ortadan. Nədir Lili? Yox, Qəbəliyə gəlmədik, qadası şeyə gəldik. Sən dur, bas bayra birdən. Hızqırda birdən. Soska baş. Allah haqqı mənə dedik. Köram, deyə kayda atıflar 50 dənə ma. Cəmat götürüb paylaşıbdı, köram. Yəni deyirəm ki, olmaz. Mənim adım heç kəs çəkməsin. Sakoda məftil. Mən də Sakoya sapoq deyəcəm. Deyəcəm sapoq. Ad qoyublar məftil. Mənim adım Məftundur. Məftun, nervlənməsən yəsən, öpərəm sən ürəyəm. Nervlənmədi, başım çönür o dəqiqə. Nax şey danışanda nervlənmək. Deyir, görür, hörməsli deyilir, biri yazmır. Biz çöldə kebab pişirirdik. Girib heç nə, baboş, nə, emin nə demək, biz telefonlarımız hamısı evdə idi. Məftil girsin gözünə oturduğun yerdə. Mənim heç kimlə görsən işim yoxdur, heç kəs dəyməsin. Mən heç kimə sataşan, heç kimlə dalaşan adam deyiləm. Ayağıma taftalamasınlar. Baş gerək, xəbər verəydi. Onlar şeyə gəlməyəndə hansı xəbər veriblər? Oyuna gəlməyəndə. Hansı xəbər veribdi? Mən gözümlə görmüşəm neçə dəfə ki, biri gəlməyib, şey eləməyiblər. Heç zənki daşmayıbdılar. Olur da, orada nə var ki? Kapşi! Lili! Lili! Çox qaçıb eləyir pişik. Öpərəm səni, Dəniz. Mən babadan Qəbəldə deyil, İsmail'i dayaq.
Sen danışma başında. Mən başımda nə partlayacaq? Məndən danışanda heç kimin başında heç nə partlamır. Mən kimsə danışanda mənim başımda. Mən heç kəsdən qorxmuram. Yox, Seva xanım gəlmədi. Dedi, darıxıb eləsəm, bugün gələcəm. Darıxmasam da yox. İstirahət necə keçir? Allah. Tər olacaq. Prosto biraz yorğunam, yatmamışam. Dünlə babaşkıda da yatanmadım. Burada 20 dəyişəndə mən yatanmıram. Sabahın xeyir, ay Nuray. Babuş yatıbdı. Hara dururam, sən də indi durmuşam. Nə deyir? Ləman dedi, yəni babaş özünü elə aparır, elə bil məcbur oynayır. İşte havuzu var. Yox, biz gəldiyimiz yerin havuzu yoxdur. Haradasınız İsmail'da? Çox fintizən. Az yaxşı. Babaş niyə girmir onu? Buy Allah sən saxla. İstirahət eləməyə gəlmişik, oyun oynamağa yox. Buy Allah yox suydu valla. Uşaqlar ekranı tıklayında can ciyərlər. Salam Leyla. Yox, qəbəliyə getmədik adası. Neçə gün qalasın, nə bilim. 2 gün qalacaq da. Belki sabah getdik, belki bir gün getdik. Niyə qəbəliyə getmə? Alınmadı. Salam Leyla, sən necəsən əzizim, xəbər edərdi ki. Ay bala, keçən dəfə də Sako hardaydısa, heç kimi zəngin götürmədi. Nə oldu? Dünya dağıldı. Bir yerdə yatdı. Yox, mən divanda yatdım. Mən yatanmıram kimlənsə bir yerdə. Yuxum qaçır o dəqiqə. Məftin gəlirəm səni qaçırtmağa, gəl. Nəyə oxumuram ay baba? Sağ ol Ayşə, sən necəsən? Əsəbi səni, hə. Nervlənmişəm, mənim adım çəkirlər durduğum yerdə. Heç xəbərimiz də olmuyor. Allah çöldə kebab pişirirdik. Cəmaat dörtlüdən dərdir götürür. Vallahi yaxşı ki babaşın reytinq zadı var, yoxsa heç kəs axtarmaz. Bekara yayını düş aşağı, bekaraca yayının az adam olar, reytinq aşağı düşür, bir adam heç axtarmaz ki, gəpək eləyək. Babuş yatıbdı. Evin nəyin göstərim? Hə, mən də buradayım, sağalmışam, şükür Allah, Allah kömək olsun. Güya babuşdan ötər ölürlərdən, ha. Gözlər ara qatırsan. Seva gəlməyib, yox. O hər yerə gedən deyil, ha. Özün öl. Xum töküllük. Sən də bilirsən nə var? Niyə düz söz deyəndə adam çox bilmiş olur? Bənə az və mən avam zat deyiləm, ha. Heç nə də key zat deyiləm. Hər şeyi yaxşı görürəm, yaxşı analiz edirəm, yaxşı da dəyərləndirirəm. Bilirəm ki, nədir, nədir. Sadəcə dillənmirəm, çox da deyirəm nəyimə lazımdır. Amma heç kəs mənim adım çəkməsin ki, baxdı, gördü, hörmətsizlik elədi. Harada gördüm, yalancı zatına nə elət gördümsə. Biz çöldə kebab pişirirdik, gec gəlib çıxmışıq, evdən gec gəldik, çıxdıq.
Babuş da yavaş sürür diye maşını geç geldik çıktık. Allah'ın da olsun. Çıldı kebap pişirirdi, yaşıyorduk. Hiç ne babuş telefon eline aldı, ne Emin ne de ben. Sağ ol, sen necəsən? O gün özün babuşu danışmağa qoymurdum, büyün özün danışır. Lazım olanda mən danışırım, lazım olanda deyirəm sən danış. Növbə ilə. Hiç inandırıcı. İnanırsan inan, inanmırsan da bak. Mənim oldu şu yemək ki, manası o şəbdi demək ki, cəhənnəminlə. Babuş bilirdi onu. Ne olsun onların da olub ki, saat 11'də PK'lar olub, telefonu götürməyiblər. Dünya dağılıb. Sənə nə alar özləri bilər. Mənim dadımı çəkirlər axı. Sakordan məftil deyir, Ləman da deyir ki, cəmatın içindəki güya görmür o ətrafındakiler. Məftun deyir görmür, güya girir feykinə baxır. Biz çöldə Quranın adını kebab pişirirdik, Allah hamd olsun. Saat 11 idi, 12'nin yarısı idi, nəsə vaxtlar. Heç kimin əlində də telefon yoxdur, hamımız tullamışdıq evə telefonu. Emin kebab pişirirdi, babuş küləhliyirdi, mən də əti zad aparırdım. Harakatan yaxşı ki, sən yoxsan dörtdü də. Əskir hə, dırıtılaz birdən. Yedirə baş. Olmadı ana. Əsas keyfiyyətin adamı qalan. Görsən, Hozuya bax. Günə gecə düşüncəli adamdır. Gündə gəlmirik ha. Gündə gəlmirik oturmağa. 2-3 günlük gəlmişik gün oturuq istirahət eləyək. Bütün günü toyuq poxat, toyuğa dəm ver. Bu biz də adamlıqdan görə 1-2 gün şey eləyək. Babək sübut etdi ki, Məftun çıxın etərdi, yaxşıdır, salam deyirsə. Vallahi baboşun şeyi olmasa, reyting olmasa, heç birisi baboş axtarmaz. Sadəcə baboş çıxan gündən reytinglərdə birincidir. Kim məndən incir, incisin, ha, mənim iş vecmədə deyil. Heç kimlə çayım gəlmir, nə də suyum gəlmir. Mən xoşlamıram, dava dalaşı. Mənim ama adım çəkməyin də, yalan danışmayın ki, belədir. Mənim heç kimlə ədavətim yoxdur həyəzdə. Mənim zəhlim gedir, kimləsə prinsip aparım, kimləsə dalaşım, kiməsə nəsə çalışım bundan dalaşım, pirimə görə yox. Quranın adına zəhlim gedən şeydir. Sadəcə birdən başım çönür. Nahaq şey olanda götürə bilmirəm. Mən heç kimə qarşı haqsızlıq eləmirəm, heç kim də mailəməsin. Ara vurmurları kaydı gördüm. Kayıt biri var yalanla deyir, biri var kaydı gözümlə gördüm. Hamımız telefonumuzu bağlayıb qeyv kebab pişirirdik. Birinci sağalmaq lazım. Sağalmışam şükür. Salam Məftun babuşa nə? Babuşa deyir ki, yuxarı şey deyirsən, nəmişliyin deyirsən, yoxsa dərəcəsini inkubatorun. Baboş niye saymamazlıq edir ki, işimiz vardan gec gəlib çıxmışıq. Acından ölürük, ölək acından.
PK başlayanda saat 1-də 2-də qutarır. Heç olmasa yeməyimizi, içməyimizi yedi. Bir istirahat eləməyə gəlmişik, PK eləməyə gəlməmişik ya. Olub da onların da olub işləri çıxıb PK olmayıbdı. Bir gün dünya dağılıb. Hamıya daddı, bizə bir daddı. Onlarda da olub ki, xəbər eləməyiblər. Niyə danışmıram az baboşun yerinə? Yalan danışıram. Yalan danışıram, tuturuq deyər ki, niyə mənim adımdan yalan danışırsan? Yo. Sən də vızı daz buradan. Sən kimsən söyləyir? Vızı daz buradan. Mən biləm nə danışıram. Uşaq zad deyiləm. İsmail Dayaq. Qolumda tük var. Niyə sən qolumu tükün otdu yatdan? Yox ha, qarına gəzir. Və deyirlər İsmailiyə qar yağır. Bu qarda da yoxdur, Q hərfi də yoxdur. Yaxşı istirahətlər sizə. Sağ ol. Docurka, öpürəm səni. Sağ ol, Lamiyə, sən necəsən? Axşam nədir? Üstünü qıxmırsan. Mən üzümdə tük xoş duyuram. Qəbiləyə gitmədik, İsmailiyə gəldik. Hadisələr elə cəryan elədi ki, bura gəlməyə qərar verdik. Məftun, mən Moskvada yaşayıram. Elə biləm, ora elə orada olmuşam mən. Qışda Moskvada. Sağ ol, sən necəsən kölgə? Bütün keşik canlıladın. İnşallah da açar, baboş açar, açmaz özü bilər. Mən prosto yata bilmirəm, ona görə 20 dəyişdim, mən yata bilmirəm. 3 gündür, bax, yatmıram. O gün evdə yatmamışam, dünən babaşgildə yatmamışam, bugün də burada. Yox, İsmailiyə gəldik adası. Məndə soyuqdur. Sən olsaydın dötlüdə bir saniyə belə. Nə? Da getdi, oxuyamadım. Xoş istirahətlər. Nərmin, çox sağ qadınam. Konum gəlim yanımıza. Gözdə taşım. Bir candan sonra tarım. Niyə İsmail? Nə yapın, bura gəldik. Nur, öpürəm sən qadınam. Məftun, çox yaxşı dostsan. Sağ ol, incim, öpürəm, var olasan. Keyfin yoxdur. Yata bilməmişəm ona görə. Yox, az qarı nə vızıdır. Ay dostlar, ekran tıklayından can ciyərlərim. Aşkım Məftun. Novruzova, ürəyim sən. Səni çox istəyirəm. Mən də səni çox istəyirəm. Ürəyim, Allah da səni istəsin. Keyfinə yox ha, məmlə vecmədi. Sadəcə sözümü dedim. Mən heç kimlə dalaşmıram. Dalaşmaq lazım olanda dalaşıram. Şeyləmirəm. Yəni, nahaq sözü götürmürəm. Heç kim mənim nahaq danışmasın. Sabahın xeyr, Alişko. Eyvah, salam. Sən olsaydın dötlüdə bir saniyə belə olur da, birdən olar, mən də keş gələm. İnsanım da, hər şey insanın başına gələr. Xəstələnən də bilərəm, ürəyimdə gedər, maşın vurub öldürə də bilər. Konsertə getmədik, yox. Məftun, qarışma sən, pis çıxar. Nə vecmədi, pis çıxam. Qarışma deyəndə mən demirəm, oynama, şeyləmə. Mən heç nə demirəm. Sadəcə deyirəm ki, mən niyə adımı çəkirsən ki, güya girif görmür Məftun. Sadəcə deyir, hörmətsizlik eləyir. Mən hava girif görmüşəm, biz çöldə kebab pişirirdik gecə. Mən harada görmüşəm ki, axı, görsəm, mənim üstümə şey eləyirsən, axı, sən bilmədən. Mən falçıyam, mən cəmatını otururam bütün gün canlısında. Mən heç kimin canlısına baxmıram. Sako da deyir məftil. Mən də Sakoya sapoq deyəcəm bundan sonra. Görüm xoşuna gəlir. Mən nətər sən demədə, öz kayıtlara baxıram. Sənə çox adam məftil. Niyə məftil? Mənim adım məftildir.
Mən heç birisinə görsən qarşı hörmətsizlik eləmirəm. Heç birisinə də nə qorxulacağım yoxdur, nə də ki, heç vaxtda hörmətsizlik eləmərəm heç birisinə. Həmişə hörmət qarşılıqlı olmalıdır. Səni çox istəyir Türkiyə. Mən deyirəm, mənlə zəhləs keçsən, nahaq danışmayın da olmasın. Mən sənin haqqında nahaq söz danışdım, sənin xoşuna gedər. Olmaz. Mən də yığmışdılar da, ha? Hoşla dalaşmırsan. Yox, niyə dalaşıram deyə yatıbdı. Mərtən səni deyim, Allah haqqı məni dedi. Körəməz qayda baxıram. Nətər səni demədi? Sağlam babaş yoxdur, yatıbdı. Ləman dedi, güya mən. Hə, deyir güya məni görmür. Ben nə bilirsən görürəm səni. Hardan bilirsən? Mən falçısam, mən yoxsa münəccimsən. Hardan nə bildim mən səni görürəm. Quranın adına çöldə biz kebab pişirdik. Canlıdan xəbərimiz də olmuyor. Başqa cür danışacaqsan pis. Heç vecmə də deyil, pis çıxdım, yaxşı çıxdım. Heç kəsdən çayım gəlmir, suyum gəlmir. Nətər çıxardılar, qoy çıxarsınlar. Babaş bilmir, 11-də PK var. Onlardan dolubdan işlərində, ay şey. 11-də biliflər PK-lar var, zəhlərə də cavab verməyiblər. Nə oldu, dünya dağılıb. Babaşa gələndə şey olur, aləm dəyər bir-birinə. Olmayıb da. Yorğun gəlmişik, gec çıxmışdıq, evdən gec çıxdıq. Babaş ağır arteri ilə quruğusudur, bilmirsiniz. Dalın tərpədənə kimi yerdən dağdaşdan arılanır. Gec gəlib çıxmışıq da, ona görə də şeydir. Hoş stres, sağım, birəyəm qurban. Deyir güya mənim ki, hardan gördüm? Quran haqqı heç görməmişəm. Çöldə deyirəm kebab pişirdim. Mən nə görürəm onların canlısına baxmır, amma heç birimiz baxmırdıq. Çöldəydik. Acından ölürdük, gec gəldik, dedik, heç olmasa kebab pişirək, yeyək, rahatlaşaq. Beynim mədəmə zəng vururdu, mədəm ad boy verirdi. Allah səni qorusun, sağ ol, ürəyəm qurban. Ay məftan 50 yuxarı qalxmır, bunun ağarım. Nəmişliyi qalxmır, ay son gediş yoxsa. Vallahi nə bilim, mənim o inkubatorda məndə də bayda satdım getdi. Canımı qutardım ondan. Mən aldığım bahalısındandır. Birini sağ olsun dövlət veribdi, məşğulluq verib. Birində özüm almışam. Özündən danış. Vallahi yata bilməmişəm. Gülbüz, çox sağ ol qadınam. Yuxarıdakı. Aşmısan, bəlkə nəmişliyini şey eləmişsən. Nəmişliyini bağlamısan, yuxarıda belə fırranan var. Açıq qoyma, bağla. Oraları göstər baxaq, yox, olmaz. Əyilirəm, duram, yorulmuşam, yatmamışam. Dünən canını yaşmadınız. Yorulmuşduq, gec gəlib çıxmışdıq Allah haqqı. Axşama düşdük deyə, babuş gec çıxdı, yavaş-yavaş sürür. Gələn kimdə otduq ki, kebabımızı, zadımızı pişirdik. Pəndəm olduq, gözümüz kəlləmizə çıxdı, hərimiz bir tərəfə sərildik. Başladıq kayıtlara baxmaq ki, görük dalımız sənə danışıqlar. Ayşalama, beni sevatında, nə olar ürəklərim, gözümün işıqları, məni takip eləyin. Mənim heç birisinə qarşı belə ədavətim yoxdur, mənim onlarla nə işim var? Sadəcə bilib-bilmədən danışmaq olmaz. Kimsə haqqına girmək olmaz. Öpürəm abi, beni sevatanlar. Amma Totu yaxşı oynadı, hə, oynasın da.
Valla ma bir şey məhəttəl qaldım. O birisilər gəlməyəndə yəni yerinə heç kəsi qoymadılar. Baboş gəlməyən kimi, bir gün qatmayan kimi yerinə. Totu ilə işim yoxdur, Totu ilə münasibətim yaxşıdır, çox istəyirəm onu. Amma baboş gəlməyən kimi tez ayrıdan qoydular baboşun yerinə. Yerini gördüm baboşun, hansı yerdədir. Ara vurma. Ara vurma, mən düz danışıram. Söhbəti düzgün analiz eləyəndə ara vuran olur adam. Sən İsmail'də. Vallahi yatamıram. Yatsam bu vaxt nə gəzirəm mən? Tərtərdə mən 3-də 4-də duran adamım yuxudan. Səni qoşmurlar. İstəmirlər də mən ona görə. Vallahi desələr Məftunu qoşaq, dünyanı dağıdarlar. Allah haqqı. Dünyanı dağıdarlar. Yo, Məftun olmaz. Məftun qaldırmayın. Birdən qalxar. Onsuz da Allah qaldırdığı adamı heç kəs indirə bilməz. Qalxmaq varsa taliyimdə qalxacam. Yo, vallahi Qəbələ deyil, yo, İsmailiyə gəldikdən, Ona görə gec gəldik, çıxdıq da. Mənim adımı çəkiflər, mən də deyirəm ki, yəni belə. Çəksinləri pis formada yox. Çako deyir, Məftil. Ləman da deyir ki, güya görmür, hörmətsiz deyilir. Sən nə bilirsən, mən onu gördüm, görmədim. Mənim telefonum bağlıydı Quranın adına, deyir, özümüzdə kebab pişirirdik. Nahaq danışanda mən nervlənəndə sonra deyirlər belə. Sən qoşulsan maraq, mən qoşmurlar da, deyirlər, Məftun qaldı mı? Məftun pul qazanmasın. Malih Mamayın adını çəkmə burada. Yine düz deyirmişlər. Niyə düz deyirmişlər, ay Pərvanə? Baboş istəyir, o birisilər istəmir. Deyir, qoşma 4-lüyə Məftunu. O birisilər, apşikə bura, gitmə ora. Şey eləyirəm, uşaqlar, dururam. Gedim baboş uzadı, eldənizi durquzum. Gedək, çörək yeyək. Çıxaq biraz gəzək.